Siz üniversitede necə oxuyursunuz? Taputu. Vloguma xoş gəldiniz. Çəkcib sağ olsunlar, uşaqlar. Bir dənə sərbəst iş danışdım. Ay, tənicə danışdım sərbəst işi. Ya, göstərim də mən. Deyirsən, mən sonra belə oldu. Nəysə, sərbəstdən onu aldım. Kolokvumu indi vermişəm. Bir də seminar danışacağım indi. Görək ondan neçə alıram. 10 almışım. Seminarda müəllimə 10 yazdı. 10 aldım. 10 aldım. 10 aldım, 10 yazdı. Aldım. Kursal şey danışdım, ötür aldım. Bəzi insanlar akademik olaraq uğurlu olur. Ben o insanlardan. Bu mənim şeydir, dərs danışmaq kombinim. Full klasika. Bəstə özümdən yemək gətirirəm ki, göz sağlam, həyat falan. O zaman aldım tutar içini. İşte kollektivlər, sərbəst işlər falan hamısı üst-üstə yığılıb. Beləyəm də. Bütün işlərim üst-üstədir. Deyirəm ki, bir gündə 3 dənə 10 almaq hər baba yiğidin harcı deyil. Kooperativ idarə etmədən sərbəst iş hazırlamalıyam. Mən götürüb kooperativ idarə etmədən hazırlamışam. İkisi fərqli fənlərdir, tamam mı? Amma mən kooperativ idarə etmə keçmirəm. Yəni, sərifin birini səhv yazmışam və araşdırmaları da səhv yöndən gedib də, yəni. Mən 2 saat tam olaraq slayt hazırlamağa vaxt xərclədim və sonra birdən-bir aydınladım. Bir dəqiqə, kooperativ niyə yazmışam mən? Kooperativ yazmalı deyildim, oldum belə. Ya, o an keçdiyim sinir krizini sizə başa sala bilmərəm də. Bugün ajandamdakı demək ki, bütün işləri həll eləmişəm. Price üçün çəkiliş eləmişəm, öz TikTok-um üçün çəkiliş eləmişəm, YouTube üçün çəkiliş eləyirəm. Ondan sonra xarici dil klubunun işlərini eləmişəm. Təlimə gəlmişəm, çəkiliş eləmişəm, post paylaşmışam, story paylaşmışam. İngilisli bugün nə oxuyacam, onların proqramını çıxartmışam. Gedib indi evə də axşam ingilisini oxuyacam. Bir də yoga eləməliyəm. Amma əsas olsun ki, yoga eləyəndə sizə video paylaşa bilmirəm. Çünki Azərbaycanda yaşayırıq da, yəni. Mən yoga eləyib video paylaşsam, altına gələcək şərhlərin mən yarısından çoxunu bilirəm. Ona görə lazım deyil. Çox sağ olun. CV seçilmədə CV və CV rolları. Kolokvaya cazılar. Hemen zamanda sorğu götürərək. Demək uşaqlar. Bizim HR-dan kolokvumuz var. Və bilin bakalım kim hazırlaşmayayım. HR-dan keçən kolokvum onu almışıq ikimizdə. Onun rahatsızlığı var məncə. Onun da anım var. Mənim də 2 dənə anım var. Səmər qiymətimdə onun, hazır qiymətimdə onun. Kolokvum qiymətimdə onun. Amma siz nə oldu uşaqlar? Mən xəstələndim, 1-2 mühazirədə iştirak edə bilmədim. Dərs arada itdi məndə. Ona görə deyirəm ki, davamiyyət çox önəmlidir. Dərslərə davamiyyətli gəl. O sırada heç çox birinci dərslərə gəlməyəm mən. İmtahan, kolokvumları necə verirsin mən? Dua bilmirəm. Tekin qatdığı qatqılarda bugün yeni bir boyuta getirir uşaqlar. Tiramisu, Türkan tiramisu eləyir. Tiramisu yiyeceğiz. Çok qəşəngdir. Çok qəşəngdir, ələ sağ. Sən qəşəng olsa məsələ qıymaram heç verməyə. Bilirəm ki, qıymarsan. Çox düzdür. Bir kolokvumdan daha 10 aldıq. Deyirəm 5 dəqiqə oxumaqla necə 10 aldıq. Yetenek. We are clean. We are clean. Aralıqsız 3 saatdir dərs oxuyurdum. Həqiqətən başım partlayacaq da. Sabah təşkilatı idarə etmədən kolokvum var. Amma bilsiz necə, fən çox çətin bir fəndir. Hətta çox yaxşı bildiyim bir fəndir. Amma krediti ən yuxarı olan fənnimiz budur. Yəni bu fəndən yuxarı alan tələbə, yəni ortalamanı ən yuxarıdadır. Mənim də bu fəndən 2 dənə 10'um var. Bir kolokvumda 10 almışdım, ilk kolokvumu. Bir də bir seminarda 10 almışdım. Amma problem budur ki, mənim bu fəndən qaybım var. Biraz 12 limiti, mən 5 dənə qaybım var. Deyəsən 2 bal falan aparır. 48 olur. Yəni 48 aşağı düşməməlidir də balım. Ona görə bundan da 10 almalıyım. Artıq qayb almaq, gecikmə və s. kimi heç bir şeyim qalmayıb da. Yəni heç bir kreditim qalmayıb o mövzuda. Sabah mesleği görəcərik. Amma mən sizə video söyləmək istəyirdim. BM haqqında. Salam, necəsiz? Salam, yaşayam, siz necəsiz? Astuda eşitdim ki, stipendiyaları veriblər. Budur, uşaqlar olaraq hələ stipendiyasızıq. Yəni, nə düşünürsən? Öz stipendiyalarını mən tam alışverişdə olarkən, alışverişdə tam pulum bitdiyi anda stipendiyanı köçürdüm.
Gələcəkdən səslənirəm. Bəli, stipendiyalar köçdü, amma stipendiyanın mənə gəlişi ilə gedişi eyni gündə oldu. Mən aslı uşaqları linç eləmişdim sən. Bakıda və qızlar deyib bir dənə video düzəltmişdim, tamam mı? Aslı uşaqlarda mənə linç elədilər ki, bu yəni budu dekranı daha doğrusu linç elədilər ki, nə olsun budunun qızları. Aslı'nın kubokları var diye. Bizlərdə. Bizim de kubok vardı, gerizekalı kubok savaşı eləmirdik ki biz orada kız yiyeceğiz. Bizdə yoxdur da eləyə bilərik. Siz nə oldu? Bir dənə olay oldusa, olay anlatıram demək. Kolokvumda müəllim bileti hazırlamışdı və bileti çəkəndə yerə düşdü bir dənə bilet, partanın üstə düşdü də. Qrup yoldaşımda bilet oxudu mənə ki, bilet çox qəşəng bilet, çox sadə bilet falan. Mən də bileti gördüm. Geldim baktım vay Allah. Gördüm kimsin? Büyük adam dedim. Dedim Allah bu bilet mənim olmalıdır. Sonra müəllim bileti gördüyümü gördü və qarışdırdı bileti ki o bileti seçə bilməyim. Və dedi ki özüm paylayacağım biletlər elədi. Ondan sonra nə oldu? Müəllim qarışdırdı, özü payladı bütün biletləri də. Mən də qıza dönüb dedim ki, səncə bu biletin mənə düşmə ehtimalı 0,100 neçə faizdir? 0-da. Bileti müəllim verdi o bilet. Qrup yoldaşımla belə idi. Ney? Sizi bilmirəm, mən şokdayım. Həyatımdakı bütün şansını orada istifadə edirsə. Ya ümumiyyətlə son axırlar həyat çox gözəldir. Yenə mən gələcəkdəki Ülker burada imtahan verirəm və bundan da 100 aldım. Ən nifrət etdiyim şey kolokvum həftəsinə sərbəst həftəsinin üst-üstə düşməsidir və bu demək olar ki, ikinci kolokvumda həmişə belə olur da. Sabah görüşərik, bye bye. Hello guys, universitetə çatdım. Zəngdəyik bu dəqiqə. Demək dostlar, yaxşısınız? Gözləmə. Ləzzətiniz yaxşıdır? Okay. Gəlmişik Axundov adına milli kitabxanaya. Həyətindəyik, hava çox qəşəngdir, həyətində oturaq dedik. Bu arada heç hırslanmamışdım, bugün uşaqlar hırslandırdılar mənə. İngilis dilində hazırlaşacaq, ondan sonra evə keçəcəm, bu dediyim şeyləri edəcəm. Elə burada da hazırlaşa bilərəm, məncə kolokvumlara. Nəysə, mən sizə onsuz da şey eləyəcəm, geri dönüş eləyəcəm sizə. Sinto. Çox uzun müddət Axundova gəlmirdik, belə bir şey gördük. Bu nədir? Kitab alırsan insan buradan. Çox məntiqli, qəşəng fikirdir ya. Bəyəndim. O asmaca. I like it. Yəni mən də normal insan balası kimi bir həftəyə yayıb bu slaydı hazırlaya bilərdim. Amma mən son günə buraxmağı seçdim. İşte əsl tələbə belə olmalıdır. Dostlar, mən sərbəst işə başlayanda saat neçə idi? 6 falan idi. Uca ondan qalıb. İndi başa düşürəm cəmaat nə yana yaxla bir həftədir sərbəst. Fix tələbə menüsü. Tekrarı başardık. Bu kolokvumdan da 10 aldım. Dostlar, sərbəst işdən də 10 aldım. Bu arada Kemalə yanımızdadır. Gedirik parka ingiliscə oxumağa. Sərbəst işdən normalde bir dənə komanda 10 alsaydı. Müəllim hər iki komandanın, mənim komandam və qrup yoldaşımın komandasının ikisinin işini çox bəyəndiyi üçün ikimizə də 10 yazdı. Bu dəqiqə Polşa üçün qeydiyyatdan keçirik dostlar. Geçmeye çalışıyorum. Çox çətin bir həftə oldu, amma yola verdik. Gələn vloglarda görüşmək üzrə, sağ olun.